hər bir müşkülün bir açarı da var. Açarsız müşküllər yoxdur. O çətinliyə uyğundur onun açarı. Onu tapmaq lazımdır. Orada biraz adam hərdən itirir özünü, fikirləri dağınıq olur, düşünə bilmir. 5 dəqiqə sükut elə. Çəkil bir köşəyə. Otur, düşün. Olan olub. Mənim qardaşım olan oldu. Otur, düşün, açarın axtar. Hətta bəzi vaxt elə bir çətinlik olar ki, düşünərsən, vallahi bir yol açar. O açdığı yol əbədi sənə xeyir deyər, faydası deyər. Biz bəzi müşküllərdə elə adamlarla tanış olmuşuq ki, o tanış olduğumuz adam bizə bir ömür fayda verib. Ona görə onu tapmaq üçün bəzi vaxtlar bu müşküldən keçirdi. Yusifin Misirin əzizi olması quyuya düşməkdən keçdi. O yol gəldi quyuya düşməli idi ki, qalxmalı idi oralara. Bəzi vaxtlar bir dənə quyu adamın bütün ömrünü dəyişir və insanı haralara aparır, çatdırır. Ona görə məsələn bir o tərəfin haqqında düşün ki, açar nədir, açar. Məsələdə o çətinliklərə uyğundur, individualdır da, yəni konkret deyə budur, buna bu yox, nə bilim nədir. O açarı tapmaq lazımdır, amma açar var. Açarsız çətinlik yoxdur, narahat olun.